Ekran arxasındakı şirlər. Sözüm sizə. Bizim millətdə çoxluğunda belə bir xasiyyət var da. Hamımız hər işi görürük, amma gizlincə eləyirik və heç kimə demək istəmirik. Amma biri gizlətməyəndə, həyatını istədiyi kimi yaşayanda, qınaqları belə deyək ki, qulağını bağlayanda və onun könlünə necə yatırsa elə yaşayanda o pis olur, o problemli olur. 2020-26 noyabrda mən TikTok hesabımı aktivləşdirəndə adası 1 il, 2 il belə oldu. Mənə da yazılmayan söz qalmadı da. Hər dəfə nə deyim, deyirdim ki, nətər məsləhətdir. İndi də davam edir, amma əvvəlki ilə müqayisədə çox azalıb. Lakin əl çəkin. Qardaş, məndən əl çəkin. Hər kəs hər şey eləyir, hər kəs istədiyi kimi yaşayır, amma gizlində, göstərmədən və sanki aydan arı sudan durur, ağappaq bir qaşıq kimi qınaq obyektinə çevirir hər şeyi. Relax olun, biraz özünüzə baxın, biraz güzgüyə baxın, biraz özünüzə başınız qarışsın.